yedi qarpızı yatdı. 4-5 saatdan sonra evdəkilər mamam məcbur oldu ki, Dəryada eşib istəm gedək xəstəxanaya. Bakıda həyatını itirən 2005-ci il təvəllüdlü Dərya Ağayevanın doğmaları vaxtsız ölümün təfərrüatını Baku TV-yə danışıblar. Onlar bildirirlər ki, sosial şəbəkələrdə yayılan məlumatların böyük qismi həqiqəti əks etdirmir. 20 yaşlı gənc qız universitet tələbəsi olmayıb. O piercing və tatu ustası işləyirmiş. Hadisənin baş verdiyi gün qarpız yedikdən sonra vəziyyəti pisləşib. Mərhumun bundan öncə də qıc olmaları tuturmuş. Ambulansda komaya girirdi. Zəhərlənmə verib, infeksiya verib, qız olma vəziyyətində düşüb. Epilepsiyası var idi. Sudurması var idi. Çox yalan sözlər danışırlar. Elə burada, elə bu hüzur yerində gəlib yalandan danışırlar. Uşağın başını kəsiblər. Elə şey olar. Hamı yalan, böhtan, şər. Piercing ustasıydı, tatu ustasıydı. Özü həm də mesestralıq diplomu var idi, mesestra idi. Qaş permanent ustasıydı. Hər şey gəlir uşağın əlinə. 2 gün qalmış qarpız, rava da yeyib üstündən. Mən rənd olmuşum o işdə. Xəstəxanada biraz yardım ediblər. Elə həmin gün keçinib, həmin gün həyatını itirib. Bəli. Tələbə deyildi. Hazırlaşırdı.